Salam xanım, Çapayev tərəfdə yədik. Hə, oldu. Alo. Hə, ürəyim heç nə. Hə, ay qız, o sən atdığımı aldım da. Ay qız 2000 aldım ya Bakıdan. Ay qız, yox, mən səviyyəsi xanada otururam. Mən yerlərə ümumiyyətlə çağırmayın, başa düşdüm. Mən bahalı yerlərdə otururam. Biraz elit oldu. Gedirsiniz elə yerlərdə oturursunuz, nə bilmirəm valla. Hə, ay qız, inanırsan, iPhone 17-ni sıxıb saxlamışam. Çıxan gün gedib alsaydım, ürəyim partlayır, inanırsan, onu gözləyirəm. Xanım, ünvana çatdıq. Ödənişi kartdan eləyə bilərəm. Hə, xanım, problem deyil. Onda bir dənə internet açardınız da, megabaytını tutarım. Meşə gözəli, bayaqdan danışsam, Brent mağaza belə getdi, lüks restoran belə getdi, iPhone 17-ni gözləyirəm alam, nə bilim də. Sən xəbərin var, sən əlinə mən kondisioneri qoşmamışam, qar yağırıcı Bakıya. Az bitilədən ha, meşə gözəli. Ha, hansı günün qıcırlısan ha? iPhone işlətsən 1 qram megabaytın yoxdur sənin, ha? Sən kimsən, səviyyəsiz durub mənə fikir bildirirsən, mənim söhbətimi qulaq asırsan. Maşınımı sür də. Nə boş-boş danışırsan burada? Heç vermirəm pulu, da və get işlə məşğul ol. At pulu gətirib, sən o boyda yolu mən hara sürdürübsən sonra.